Salam. Bugün İzənin monitorinq vəsaitində monitorinq 9 izah edəcəm. Kağız. Meşədəki canlı, hündür ağaclardan kitab, dəftər, süd torbaları, rəngbərəng divar kağızları alındığını bilirsinizmi? Hələ 2-ci əsrdə insanlar kağızdan istifadə etməyi öyrənmişlər. Kağız ilk dəfə Çində ixtira olunub. Onu hazırlamaq üsulunu isə Çinlilər başqa xalqlardan uzun müddət gizli saxlamışlar. Assuriyalılar, Assuriya xalq adı idi uşaqlar. Assuriyalılar yazını gil lövhələr üzərinə ağac çubuqlarla yazırdılar. Qədim Misirlilər öz heroqliflərini papirus adlanan materiala çəkirdilər. Öz heroqliflərini uşaqlar, yəni hərf kimi başa düşün də bunu, işarələrini. Qədim Misirlilər öz heroqliflərini papirus adlanan materiala çəkirdilər. Bu məsəl uşaq, biz dəftər üzərinə yazmırıq, onlar da papirus adlı bir bitkinin üzərinə yazırdılar. Bu məqsədlə onlar bataqlıq bitkisi olan papirusdan uzununa ensiz zolaqlar kəsir, sonra həmin zolaqları bir-birinin üzərinə qoyub bərk sıxırdılar. Quruduqdan sonra çox nazik vərəqlər papirus alınırdı. Avropada orta əsrlərdə əlyazmalar üçün perqamentlərdən, yəni xüsusi aşılanmış dana dərilərindən, qədim Rusiyada isə yazı materialı kimi toz ağacının nazik qabığından istifadə edirlər. Yəni uşaqlar müxtəlif ölkələrdə, müxtəlif zamanlarda yazıları müxtəlif materialların üzərinə yazırdılar. Məsəl üçün biz indi kağızın üzərinə yazırıqsa, qədimdə Avropalılar deməli dana dərisinin üzərinə yazırdılar. Rusiyada toz ağacının nazik qabığının üzərinə yazırdılar və s. Avropada ilk dəfə kağız yalnız 10-cu əsrdə meydana gəlib. Bunun üçün cır-cındırı narın döyür, onu bişirir, sonra da alınan kütlədən kağız düzəldirdilər. Lakin elə ki, hər yerdə qəzet, kitab, məktəblər üçün dərslik nəşrinə başlandı, dəftər hazırlamaq lazım gəldi. O zaman insanlar ağac oduncağından, yəni ağacın uşaqlar qalın hissəsi var ya, hansı ki kötü hissəsi. Ağac oduncağından kağız düzəltməyi öyrəndilər. Kağız necə hazırlanır? Meşədə kəsilmiş ağaclardan əvvəlcə odun doğrayır, yonqarlara ayırır, sonra oduncağı yumşaq lifli kütləyə çevrilənədək xırdalayırlar. Bu kütlə kağız olunadək xeyli müxtəlif əməliyyatdan keçir. Sonra avtomat kağız düzəldən maşına növbə çatır. Maşından keçən nəm, yumşaq kağız kütləsi 1 dəqiqə ərzində sıx, səhti hamar ağ kağıza çevrilir. Bu 1 dəqiqə ərzində kağız kütləsi xırda deşikləri olan tor üzərinə tökülür. Onda qalmış su torun çox xırda deşiklərindən süzülüb axır. Sonra kağız kütləsini bərk sıxır, yəni presləyirlər uşağa, basırlar üstünə neynəsə. Qızdırılmış ağır barabanlarla ütüləndikdən sonra nəhəng rulonlara dolayırlar. Kağız, uşaqlar, ümumiyyətlə istəsəniz YouTube-da kağızın hazırlanmasına baxsanız görəcəksiniz. Bu presləmə nədir, uzun rulon nə deməkdir. Deməli, rulonlara dolayırlar, kağız hazır olur. Təkcə həmin rulonlardan lazımi ölçüdə kağız kəsib kitab çapına başlamaq olar. Qəzetlər isə sürətli maşınlarda birbaşa kağıza lent üzərində çap olunur. Sonradan həmin kağız lentdən ayrı-ayrı qəzet nüsxələrini kəsib ayırırlar. Kağız təkcə kitab və qəzet üçün lazım olmur. Ondan zərflər, divar kağızları, karton, dondurma stəkanları, iplər, hətta maşınlar üçün dişli çarxlar da düzəldirlər. Mətnə əsasən hansı məlumat yanlışdır? Deməli,
Perqament xüsusi aşılanmış dana dərilərindən hazırlanırdı. Bir, doğrudur. Kağızın hazırlama üsulu Assuriyalılar tərəfindən gizli saxlanılmışdır. Xeyr, Çinlilər tərəfindən gizli saxlanılmışdır. Kağız ilk dəfə harada ixtira olunub? Çində. Papirus materialı hansı bitkidən hazırlanırdı? Bataqlıq bitkisindən. Assuriyalılar yazını hansı material üzərinə yazırdılar? Uşaqlar gil lövhələr üzərinə yazırdılar. Baxın, Assuriyalılar yazını gil lövhələr üzərində yazırdılar. Digər sual, kağız ilk dəfə Çində ixtira olunub. Çinlilər baxın onun hazırlamaq üsulunu digər xalqlardan gizlədirdilər. 2-ci əsrdə insanlar hansı texnologiyanı öyrənmişlər? Baxın uşaqlar, nə deyir? Hələ 2-ci əsrdə insanlar kağız istifadə etməyi öyrənmişlər. Yəni kağızdan istifadə etməyi. Kağız istehsalında hansı texnoloji vasitədən istifadə olunur? Kağız istehsalında. Deməli, yazı maşını, kağız düzəldən avtomat maşını. Yəni biz burada yazıdan yox, hələ ki kağız istehsalından danışırıqsa, deməli kağız düzəldən avtomat maşın. Yəni burada uşaqlar hər halda o da var. Mətndə qeyd olunan hansı məhsul kağızdan hazırlanmır? Uşaqlar, papirus bitki idi. Yəni kağızdan hazırlanmır. Cavab B variantı. Mətndə rəhəng rulonlardan hansı məqsədlə istifadə olunurdu? Deməli, uşaqlar, cavab A variantı. Deməli, həmin rulonlardan lazımi ölçüdə kağız kəsib kitab çapına başlamaq olar. Kağız istehsalı prosesi nə ilə başlayır? Cavab uşaqlar B variantı odunların doğranması ilə. Avropada kağız nə zaman meydana gəlmişdi? Uşaqlar, 10-cu əsrdə baxın, burada da var idi. Avropada ilk dəfə kağız yalnız 10-cu əsrdə meydana gəldi. Mətndə hansı suala cavab tapmaq olmaz? Kağız ilk dəfə kim tərəfindən ixtira edilib bilinmir. Yəni hansı xalq tərəfindən deyilsə deyə bilərik. Amma konkret kim tərəfindən ixtira olunub deyə bilmərik. Qədim Rusiyada yazı üçün hansı materialdan istifadə edilirdi? Bu sualın cavabı var idi. Toz ağacının nazik qabığından. 10-cu əsrdə Avropada kağız hazırlamaq üçün hansı üsuldan istifadə edirdilər? Nə deyir? Burada cır-cındırı narın döyüb, onu bişirir, sonra da alınan kütlələri kağız edirdilər. Bunun da cavabı var. 10-cu əsrdə, bunu dedik, kağız istehsalında hansı materiallardan istifadə olunur dedik. Yəni ağacın gövdəsindən. Sonra 12-ci sual. Mətnin məzmununu ümumiləşdirsək, mətnə hansı adı vermək olar? Ənənəvi yazı texnikaları, kağızın gələcəyi, dünyanın ən yaxşı kağızı, kağızın tarixi və istehsalı. 12-ci sualda cavab D variantı. Mətndə hansı fikir ifadə olunmamışdır? Cavab A variantı, yəni onun satışından danışılmadı. Mətndə qeyd olunan kağız istehsalı prosesində hansı mərhələnin
sıxılmadan əvvəl həyata keçirildiyi vurğulanır. Deməli, kağızın lazımi ölçüdə kəsilməsi, xeyr, bu sıxılmadan sonra baş verir. Qızardılmış barabanlarla ütülənməsi, xeyr, bu da onun sıxılmasından sonra baş verir. Nəm kağız kütləsinin tor üzərinə tökülməsi, bəli. Hələ ki tor üzərinə tökürlər ki, qurusun, ondan sonra sıxacaqlar. Rulonlara dolanması uşaqlar sıxılmasından sonra olur. Yəni preslənir, sıxılır və daha sonra o rulonlara bükülür. Mətndə çərçivə içində verilmiş sözü əvəz edə bilməz. Çərçivə içərisində verilmiş söz müxtəlif sözdür. Uşaqlar, müxtəlif, fərqli, cürbəcür, növbənöv deməkdir. Müxtəlif, eyni demək deyil. Cavab C variantı. Təşəkkür edirəm.